Hər vaxtınız xeyirli olsun, hörmətli xanımlar və cənablar. Xoş gördük hər birinizi və bizi yenidən dinləyənlərə salam olsun. Həftə içi 5 gün yayımlanan, saat 5-in yarısı, 1 saat ərzində işin adamları ilə daha da maraqlı, daha da bərəkətlənən proqramımızın həftə içi 5 gün çox maraqlı işin adamları iştirak edirlər, qonaq olurlar. Onlar öz sahələrində o qədər maraqlı məlumatlara xitab edirlər ki, bu bizi çox sevindirir. Nə yaxşı ki, Azərbaycanda işinin adamları var. Amma bugün efirimizdə iştirak edən qonağımız istisna dərəcədə. Mən şəxsən öz adıma danışa bilərəm və inanıram ki, mənim kimi kim qonağımızı tanıyırsa elə eyni fikri məndən bölüşəcəklər. Çünki yalnız bir işin mütəxəssis olmaq kifayət etmir. Dünyada belədir. Sən bir işi o qədər gözəl təmsil etməlisən, o qədər gözəl idarə etməlisən ki, o sahənin adı çəkiləndə ilk yada düşənlərdən olasan. İlk yada düşən deyərəm öz şəxsimdə, amma bu sözü biraz belə neytral qarşılamaya bilər bəzi dinləyicilər. Digərlərinin də haqqına girməyə, yaxşılar var, şükürlər olsun. Amma bizim dəyərli Sevda xanım. Sevda xanım deyəndə ilk olaraq ağla Məlhəm Beynəlxalq Hospitalı gəlir. Məlhəm deyəndə də Sevda xanım ağlımıza gəlir. Sevda xanım, xoş gəlmisiniz, səfa gətirmisiniz. Çox sağ olun ki, bu qədər hər dəqiqənin sizin üçün vacib olduğu bir iş həftəsində, qrafik öz həftənin birinci günü. Bir xeyir dua üçün, bir dəstək üçün gəldiniz, bizi şərəfləndirdiniz. Efirdən əvvəl o qədər gözəl bizə bir əhval-ruhiyyə bəxş etmisiniz ki, özümü çox yaxşı hiss edirəm. Var olun, bir daha salamlayıram sizi. Salam Kamran bəy və əziz dinləyicilərimiz. Mən də öz növbəmdə sizlərə çox böyük təşəkkür edirəm ki, məni bugün bu verilişə dəvət eləmisiniz və mənə bu efirdə danışmaq şansı vermisiniz. Mən hər zaman sizin verilişinizə sevə-sevə gəlirəm. Çünki sizin dinləyicilərinizi sevirəm, sizi sevirəm. Mənə elə gəlir ki, yenə bugün dinləyicilərimiz günün sonunda bizim danışığımızdan bir nəticəyə gələcəklər, bir şeylər öyrənəcəklər və kiməsə necəsə biraz da olsun faydalı olmuş olacaq. Sevda xanım, Məlhəm Klinikasının fəaliyyətini sizin çox ciddi iradənizlə, bayaq bir söz dediniz, səbirlə bağlı idi, yoxsa iradə ilə? Əzmin zəfəri? Əzmin zəfəri. Sizin əzmininizin zəfəri ilə təbii ki, sizin də simanızda bütün komanda mən adını çəkmək istəyərəm. Məsələ bunun nəticəsidir ki, sizin Məlhəmin fəaliyyətini hamı bilir demək olar, tanıyırlar, bilməyənlərə də inşallah bildirəcək. Amma bir də bir xahişim olacaq. Birinci gündür də, hələ də bazar gününün o yorğunluğu var. Bazar günü indi dincəlmək olmur ki. O iş, bu iş, o iş, bu iş. Deməli, mən nəyə gətirmək istəyirəm söhbəti? Sevda xanımın düzgün idarəçiliyindən biraz pay götürmək istəyirik. Burada həm motivasiya var. Amma siz özünüzdə insansınız. Birisi də motivasiya eləmək lazımdır. Motivasiyanız da hər halda nəticələrinizlə olur. Bəli. Və özünüzü təsdiq dövrünüz sözün yaxşı mənasında artıq çoxdan bitib. Amma bu qısa zaman kəsiyində dünya təcrübəsində belə çox azdır belə uğur əldə edə bilən insanlar. Biz bu nəyə borcluyuq Sevda xanım? Əzmə. Əzmə. Yorulmadan çalışmağa, üzünə inanmağa, işinə inanmağa və təbii ki, tək əldən səs çıxmaz. Səni sevən və sənə güvənən, ən əsası güvənən bir komanda işinə. Komanda çox önəmlidir, çox vacibdir. Dəyərlər çox vacibdir, güvən çox vacibdir. Birlikdən doğan bir zəfərə inam çox vacibdir. Biz Məlhəm Hospital olaraq 3 il yarımdır fəaliyyətə başlamışıq. İnanın ki, fəaliyyətə başladığımız başladığımız insanlarla hələ də davam eləyirik. Bu yaxınlarda mənə çox yaxşı bir iş təklifi oldu. Mən çox yaxşı bir iş təklifidir. Heç fikirləşmədən yox dedim. Deyəcəksiniz, nəyə görə Məlhəmi qurdunuz, bu qurduğunuz Məlhəməmi yox demək istəmədiniz? Yox. Məlhəmdə bir idarə etmə var, artıq qurulub. Sizin də bizim də yaxın dostumuz Fariz müəllimin çox yaxşı bir sözü var. Az estetik. Salam olsun. Salam olsun Fariz müəllimə. Fariz müəllim deyir ki, əgər sən işdə olanda iş gedirsə, deməli sən yaxşı işçisən.
yaxşı idarə edən deyilsən. Biz də orada bir struktur, bir idarə etmə qurmuşuq. Buradan Özbəkistana, Fariz müəllimə salam olsun. Bəli, çox böyük salamlarımız olsun. Mən olsam da, olmasam da o təkər dönəcək. Amma mən bilirsiniz, o bir şey nəyə görə yox dedim. Mənə inanan və güvənən bir komanda var idi. Mən o insanlarla bir yola çıxmışdım. Onları yarı yolda qoymaq istəmədim. Və bu gün həm komandadan danışacağıq, həm Azərbaycan tibbinin real vəziyyətinə bir baxacağıq. Tibbdə nələri etmək mümkündür, nələri etmək mümkün deyil. Hara qədər biz addımlamalıyıq ki, istədiyimiz pilləyə çata bilək. O bəzi yollar olur. Bir neçə addım atırsan, sonra bir pillə gəlir. Bəli. Bir neçə addım atsan, bir pillə gəlir. Neçə addımdan sonra gəl həmin pillələr. Bu mövzulara toxunacağıq. İşin adamı efirdədir. Məlhəm Beynəlxalq Hospitalının direktoru, əziz baş tacı Sevda xanım Əlizadə ilə həmsöhbətik. Sevda xanım, bir daha təşəkkür edirəm iştirakınıza görə və başlayaq həmsöhbət olaq. Deməli, sizin gördüyünüz işi sadə dillə desəm, hələm kişilər eləyə bilmir. Və adətən də bir cəmiyyətdə bir fikir var ki, xanımla işləmək çətinliyi də deyirlər. Sizin işdə hamı gülər üzlə, can dibcan işidən proseslərin dövr olduğu bir sahə deyil. Bəli. O incə nöqtə nədir? Deyirsiniz, dəyər var, deyirsiniz, bir komanda ruhu var, gözəl. Buna da gəlmək lazımdır da. Özə desəm ki, Sevda xanım, əziz dostlar, məsələn, mən Sevda xanımla bir gözəl səmimi ünsiyyət olana qədər mən Sevda xanıma kənardan baxıb çəkinmişəm. O qədər belə də o zəhimli bir xarakteriniz var, ciddiyyətiniz var cəmiyyətdə. Sən kimə rahat həmişə addım atıb söhbət eləyirsən. Görürsən ki, bu belə 1 kilometrdən varsan gülür. Səs var deyir, ağzı qulağı da birdədir. Sizin bir belə ciddiyyətiniz həmişə olub, biz belə çəkinmişik, amma görmüşəm yox da qorxmaq lazım deyil. Sevda xanım çox belə səmimi insandır. Bax, ora gələn yolu necə eləmisiniz Sevda xanım? Əslində bu planlı proqramlı şəkildə bəzən olur, bəzən olur. Ora gələn yolu çox çətinliklə eləmişəm. Asan olmayıb. Sizə bir misal gətirim. Hətta soruşum. Asan olan bir işin, asan görülən bir işin çox belə dadı da olur. Ay. Və böyük görülən işlərin heç biri asanlıqla olmur. Heç nə həyatda asan olmur. Ona görə komanda işi var, yuxusuz gecələr var, zəhmət var, bəzən depressiyada var, bəzən motivasiyadan çox düşmək də var. İşin içində hər şey var. Amma inam, özünə inam, işinə inam, dövlətə inam, bacaracağına inam, dəstək olunan kənardan motivasiya edici, hətta motivasiya etməyici sözlərə inad olaraqdan birdən deyirsiniz, mən bunu bacaracağam. O da var. İşin içində əslində hər şey var. Amma ən vacibi professionallıq var, işini bilmək var. Bunların hamısı olsa, amma siz işinizi bilməsəniz, mən işimi bilməsəm, nə qədər kənardan dəstək olsun, motivasiya olsun, işçiyə dəyər ver. Amma işini bilməsən, o işin detallarını bilməsən, məncə mənim fikrim budur, zəfər çətin olar. Adətən heç kim ağ xalatlı bir insan görmək istəmir də. Yəni biz qorxuruq xəstəxanalardan. Biz sevmirik xəstəxanaları. Amma xüsusən uşaqlar, yazıq həkimlər o qorxudurlar. Bax, həkim çağıracaq bizə iynə vursunlar. Qadınlar daha ürəkli, kişilər də qorxurlar həkimlərdən. Nə yalan deyim, iynədən qorxuruq biz də. Amma belə bir an var ki, mən nə müşahidə edirəm, ümumiyyətlə sizə müraciət edənlər növbəti dəfə belə sevə-sevə gəlirlər. Artıq onun fiziki deyil, mənəvi həmən yaxşı olar, mən sağalırım artıq. Etapı tuturlar. 28.000 kvadrat. Bəli. 28.000 kvadrat ərazidə hamını belə bir ortaq dəyərə gətirmək necə bir sehirdimi, uğurdumı, nətər edirsiniz siz bunu? Uzun zaman sonra başa düşdüm ki, mən
bu işi başlayandan sonra görsəlliyə çox önəm verirmişəm. İnsanlarda Doğru. görsənliyə. Bu gün məhkəməyə gələndə həkimlərimiz çox gözəldir, tibb bacılarımız gözəldir, xəstə xidmətlərimiz çox gözəldir. Hər zaman istəyirdim ki, mənim idarə etdiyim müəssisəyə işə gələn işçi səhər yuxudan durub gələndə üzündə qəmginlik ifadəsi, mən yenə ora gedirəm olmasın. İnanın ki, ən böyük istəmədiyim şey buydu. Ən böyük hədəfim oydu ki, işə sevərək gəlsin işçi. İşdə özünü rahat hiss eləsin. Müəssisəni mənimsəsin. Dəyər versin, özünü önküləşdirsin. Amma inanın ki, bu səmimiyyətimə bugün buna nail olmuşuq. Həm həkimlər, həm xəstə xidmətləri, orta personal kimliyindən asılı olmayaraq müəssisəyə dəyər verir, müəssisəni sevir. Bir misal gətirim, bu yaxınlarda bizim binanın fasadında çöl tərəfdə kiçik bir yanğın hadisəsi baş verdi. Ürəyim düşdü o xəbərdəyim. Bəli, çox Mən bir sağ dənə olun, üzr dəstəyiniz istəyirəm. üçün. Nə qədər ki bir dənə fürsət var, o yaxşı dostlardan danışırıq. Bizim dəyərli həmkarımız Şəlalə də elə bizə yazıb, hətta bizi paylaşıb bu dəqiqə story-də. Təşəkkür edirəm. Nə yaxşı ki belə dostlar var, belə həmkarlar var. Onlar bizə öz münasibətlərini bilib daha da gözəl olur. Keyfimiz, əhvalımız, həmçinin efirimiz. Deməli sizdə fasadda bir yanğın olmuşdu. Binada, fasadda, xəstəxanadan kənarda, yəni içəridə deyil, fasadda yanğın olmuşdu. Gecə saat 11 radələrində. Təbii ki, biz rəhbər olaraq orada olmalıydıq. Gözüm doldu həyəcanla. Bilirsiniz. Dedim ay Allah, necə oldu? Nə baş verdi? İndi mən bir üzr istəyirəm, bir dənə sirr açım dostlar. Deməli Sevda xanım məşğuldur. Demirəm. Sevda xanım həmişə məşğuldur. O qardaş, təsəvvür edin Sevda xanımın bütün köməkçilərinin hətta məndə nömrəsi var. Mən Sevda xanıma 3 dəfə, yəni də bir zəngin içində 3 dəfə zəng edəndən sonra açmırsa da narahat eləmirəm köməkçilərinə. Və maraqlı nədir? O yanğın xəbərini eşidəndə Sevda xanıma yazdım. Sevda xanım bir 5 dəqiqə keçdi mənə yazdı. Bir qalıram ki, dünyanın düz vaxtı yazıram. Çünki bildim ki, narahat olacaqsınız. Və dedim, bu bilsən nədir Kamran? 100% bütün Bakı bu dəqiqə Sevda xanımı tanıyan, hamı bu dəqiqə Sevda xanıma yazır. Avtomatik bu dəqiqə bütün dostları, belə deyim də, könlünü rahat eləyir. Şükür Allaha ki, böyük bir iş deyilmiş. Yox, bir iş deyil idi. O da yenə də işimizi qaydasında görməyimiz, bütün yanğın qaydalarına, yanğın söndürmə və sair qaydalara düzgün riayət eləməyimiz sayəsində anında öz işçimiz tərəfindən, gecə növbətçisi tərəfindən yanğın söndürülmüşdü. Mən çox üzr istəyirəm. Fürsətdən yararlanıram. Əziz dinləyənlər, izləyənlər, sosial şəbəkələr hər birimiz üçün çox vacibdir. Burada əsəbləşirəm. Amma düzgün olmayan xəbərləri oxumayın. Mən üzümü tuturam hətta dırnaq arası mənim jurnalist həmkarlarıma. İnsafınız olsun, sizin özünüzün də ailə üzvünüz var. Mən əminəm ki, bir ailə üzvünüz var. Və mən əminəm ki, heç biriniz istəməzsiniz ki, ailə üzvünüz sizlə bağlı bir anidən bir xəbər eşidər və qorxar, pis olar. Onun sağlamlığına ziyan dəyər. Və düşünün ki, məlhəmdə çalışanlar bir tərəfə, orada xəstəsi olanlar var. Bəli. Mən oxuyanda xəbəri elə yaymışdılar ki, yanğın var və məlhəmdə təxliyə olunur xəstələr. Bax, o məni belə gözümün doldurdu ki, ay Allah, necə olacaq? Böyük binadır, necə olacaq? Və özü axşamda axı, indi hamı məhəllədə maşınlarını saxlayıb, sağ olsun da indi gözdən döndüyüm dostlar elə bir də maşınlar saxlayırlar ki, harasa gedəndə görsən ki, sən balaca maşınla keçə bilmirsən, qaldı yanğın söndürən. Heç nə yox, biraz jurnalistləri yenə gətirəm ki, biraz insafınız olsun da, yəni. Eləməyin belə şeylər. Bəli, anında bütün respublikanın xəbəri oldu ki, amma yalan məlumatla xəbər oldu. Məlhəmdə yanğın var. Xəstə yaxınlarının təşvişini siz təsəvvür edə bilmərsiniz. Kütləvi özü də. Bəli. Balaca klinikada deyil ki, deyəsən ki, 2 nəfər içəridə xəstə var. Mən onda işçilərin müəssisəyə dəyərini gördüm. Saat 11-də hər kəs klinikadaydı. Doğrudan. İstəyir həkimi, istəyir IT işçisi, istəyir portları. Hamısı. Hər kəs klinikadaydı. Hətta bizim bir həkimimizin qızı ilə gəlmişdi. Uşaq ağlayır. Deyirəm, qızım, niyə ağlayırsan? Deyir, məlhəm yanmasın. Axı məlhəm bizim evimizdir. Bundan gözəl dəyər nə ola bilər? Duyğulandırdınız bizi.
Sizin həqiqətən yəni o xəstələrə, xəstə deməyə bu indiki dövrdə də sözlərimizi elə belə qəribə hala gətiriblər. Müraciət eləyənlərə, müraciət pasientlərə. Xəstə sözünü belə də biraz xəstələndiriblər, təəssüflər olsun. Bəli, müraciət eləyənlərə yanaşmanızı görmüşük. Məsələn, mənim ən çox sevdiyim, mənim üçün sizin sənət əsərlərdən biri dəyərli aktyorumuzu bu gün aktiv və çalışan hala gətirmisiniz. Həyatı bu dəqiqə xilas olub. Bir də mövzunu siz deyin də nə olar? Mən yanlış eləyərəm çünki. Bəli, biz klinikanı qurmağa başlayanda hədəfimiz nə idi? Gözəl bir tibbi xidmət Azərbaycanda qurmaq və hər kəsin gördüyü işləri deyil, biraz fərqli iş görmək. Məsələn, Azərbaycanda oluna bilməyən işləri görmək. Buna görə Parkinson cərrahiyyəsi əməliyyatlarına başladı. Dünyanın ən məşhur özü də bu bəlalarından deyək məncə. Təməl səbəbi çox əfsuslar olsun ki, stressdir. Həyatımızda stressin rolu böyükdür və əllərin və bədənin əsməsi ilə özünü təzahür etdirir. Biz onu əvvəldə bilmirik bu tip xəstəlikləri. Əslində bilirik. Hər bir haldakı kimi yenə də öz sağlamlığımıza Kəmran bəy laqeyd yanaşırıq. Bir bax qabağınızda otur belə. Bəli. Laqeyd yanaşırıq. Bir şey ki, mən deyirəm ki, o gün Sevda xanıma tədbirdə Sevda xanım gələcəm inşallah müayinəyə. 100-cü Sevda xanım belə bax, sən 100-cü dəfə gəlirsən. Söz verirəm 101 atılıb 101-dən deyim. Allah dəyərli aktyorumuz Allahverdi Yolçuyevdə bu barədə bizə bir müraciət olundu ki, Allahverdi müəllim Parkinson xəstəsidir, çalışa bilmir bu səbəblə. Biz dəvət elədik, hər Parkinsonda əməliyyatlıq deyil çünki. Dəvət elədik, aktyorumuzu müayinə elədi dəyərli doktorlarımız və qərara gəldik ki, bir Azərbaycan vətəndaşı olaraq, bir Azərbaycanda yaşayan insan olaraq biz bunu eləməliyik. Aktyorumuza əməliyyat eləməliyik. Əməliyyatını elədik, uğurla elədik nəticə. Hal-hazırda işləyir, tez-tez klinikamıza gəlir. Həm artıq müəllim aktivə çalışır, öz sevdiyi həyat tərzinə çevirmiş sənəti ilə məşğuldur. Bəli, bəli. Onun ailəsinin, övladlarının üzündəki o sevinci görmək, Allahverdi müəllimin gözündə o sevinci görmək ki, əllərini önə uzadırdı və əlləri əsmirdi. İnanın, özü uşaq qəlblidir, Allahverdi müəllim. Ümumiyyətlə incə sənət adamları ilə olur. Ona görə də tək Allahverdi müəllim deyil. Məsələn, Rasim Balayev dəyərli aktyorumuz bizdə əməliyyat olmuşdu. O da onurğa problemləri ilə Türkiyədə çəkilərkən, kino çəkilişində atdan yıxılıb. Atdan yıxılmışdı və bir neçə mütəxəssisə həm Türkiyədə, həm Azərbaycanda cavan vaxtı yıxıldığıdır. Yox, keçən il əməliyyat elədik. Bir il olar ya olmaz. Bizə müraciət elədi ki, çox yerlərə müraciət olunmuşam. Dövlət də bir çox xəstəxanalara müraciət olunub. Əməliyyat elədik. Uğurlu nəticə. Hal-hazırda Sevda xanım, deməli siz bir o boyda beynəlxalq hospital olaraq, baxın adın özünü belə əzəmət var. Belə qartal baxışı baxanda yuxarıdan aşağı görürsüz. Nəyi görürsüz? Bizim peşəkar həkimləri, tibb keşiyində dayanan insanı bir kənara qoyaq. Tibbdə 100% var belə xəstəliklər, var belə özünü bildirmədən sonradan qarşısını ala bilmirsən də bir gecənin içində olur. Harda biz ən çox səhvləri eləyirik? Biz harda canımızı deyirik, canına qulluq eləmir. Biz haralarda düz etməliyik? Məsələn, mənim özümün qaraciyərimdə problem var. Bu mən də o siyahıdayam. Qaraciyər də elə bir orqandır ki, ağrı yoxdur, siniri yoxdur deyə sən üstünə düşmürsən. Amma sənin məsələn revmatizman olanda ağrıyır deyə gedirsən və yaxud başın ağrıyır gedirsən, dişin ağrıyır gedirsən. Biraz bizi xahiş edirəm bir maarifləndirin. Bilirsiniz necədir? Məncə bir insan olaraq bizi uşaqlıqdan özümüzü sevməyi öyrətməlilər. Düz deyirsiz. Özümüzü sevməyi biz bacarmırıq, bilmirik. Əgər özümüzü sevsək, illik check-uplar, baxın, xarici ölkələrdə necədir? Çox yaşlı və s. hər kəs illik check-upını keçir və
vaxtında diaqnoz həyat qurtarır deyə bir deyim var. O necə eləyir? Baxın, yeməyə, içməyə, gəzməyə pul veririk, onlayn sifarişlər, bu kargolar, bu Bəli, belə bəli, top. bəli, bəli. Amma biz niyə gedə bilmirik? Biz o Adından necə göründüyü yaradaq? kimi, o check-up müayinəsi sıxışdırılmış rəqəmdir. Siz gedib pərakəndə o xidmətlərdən keçsəniz daha çox pul xərcləyəcəksiniz. Amma check-upda bunların hamısı bir yerdə paket halında olduğu üçün sıxışdırılmış rəqəm olur. Və siz Təxmini. Mən Təxmin məsələn çox üzr deyirəm, istəmirəm bu suala 500 görə. manatlıq bir müayinə ayrı-ayrı edəcəyiniz və check-up paketi ilə 300 manata keçə bilərsiniz. Ha, yaxşıdır. Amma vaxtında hər hansı bir orqanınızda bir problem varsa, bunu vaxtında aşkarlaya bilərsiniz. Və vaxtında müalicəsini apara bilərsiniz. Yoxsa daha baha olur. Bəzən çox gec olur. Ay sağ. Hətta bu yaxınlarda heç istəməzdim demək. Biz bilirsiniz Kəmran bəy, tək özümüzdən deyil, həm övladlarımızın, həm valideynlərimizin, bəlkə əmimizin, dayımızın, xalamızın da səhhətindən biraz məsuliyyət daşıyırıq. Nəyə görə? Çünki biz axı ziyalıyıq. Ha. Ziyalıyıq. Biz o insanları belə ətrafımızda, atamızı, anamızı özümüz apararıq. Özümüz aparmalıyıq, övladlarımızı. Dekabrın ayının 28-i bizə 4 yaşında bir uşaq müraciəti elədi təcili yardımla. Uşağın həmin günü ad günü idi. Diaqnozu bilirsiniz nə oldu? Leykoz. Qan xərçəngi. Uşağın ad günündə diaqnoz Bilmirdilər. Heç vaxt valideyn övladının şikayəti olub və s. və axır. Olub. Şikayət olub. Olub və Nədən həkimə olub? müraciəti. Adətən Eləməyib. necə olur? Yəni bu Halsızlıq, ən azından halsızlıq olub uşaqda. Tez-tez xəstələnirmiş və s. və axır. Deyir ki, hər kəs xəstələnir də doktor. Ha. Hər kəs xəstələnir. Amma hər kəs də xəstələnəndə həkimə getməlidir. Azərbaycanda tibb çox yaxşı inkişaf edib. Həm keçmiş MDB ölkələri arasında, həm də keçmiş sosialist ölkələr arasında çox inkişaf eləmiş bir tibbimiz var. Bu bizim çox böyük uğurumuzdur. Yetəri qədər Azərbaycanlı gedib xaricdə təhsil alıb gəlib. Ən çoxu qardaş Türkiyədə və vətənə dönüblər. Azərbaycanda onun üçün heç bir tibbi müayinə üçün, əməliyyat üçün artıq xarici ölkəyə getmək lazım deyil. Demirəm məlhəmə gəlsinlər. Amma Azərbaycanda yetəri qədər yaxşı həkimlər və qurulmuş yaxşı xəstəxanalar var. Var. Amma doğru ünvanı bilmək lazımdır. Burada bayaq siz həmkarlarınıza səsləndiniz. Məncə bir daha bir başqa nöqteyi nəzərdən səslənməlisiniz ki, haqqı olan, həqiqətən savadı olan həkimləri reklam eləyək. Oyda, o necə dərddir. Bəli, o çox Təkcə böyük həkim bir dərddir. tərəfəyi, adi maşın yağı. Bax elə bir görün hardan hara gəldin də. Sən burada cəmaatın əməli haqqını yeyirsən axı. Bəli. Amma o ki qaldı tibb Sağlıq, məsələsi. insan sağlığı heç bir reklam malzəməsi olmamalıdır. O həkimə öz yaxınını, məlhəmdə elə bir həkim yoxdur ki, mən öz övladımı o həkimə aparmayım. Mən əmanət eləməyim sağlığımı. Çox belə vacib məsələdir. Davam edəcəyik Sevda xanım. Çox sağ olun. Həmişəki səmimiyyətinizlə, həmişəki bu qəlbinizin hərarəti ilə necə deyirlər, bizlə həmsöhbət olursunuz. Vallahi Sevda xanım indi görürsüz o efirdə, dinləyirsiniz. Həyatda da Sevda xanımla hardasa əyləşib söhbət eləsiniz bu formada. Qəşəng həmsöhbət oluruq. Əziz dostlar, amma biz həqiqətən də işlərinin keyfiyyətinə, xidmətlərinin və ya məhsulların keyfiyyətinə inandığımız dostlarla bir yola çıxmışıq. Onların dəstəyi var. Sponsorlardan söhbət gedir. İcazənizlə sponsorlar haqqında danışaq. Sponsor məlumatı. Unilegal Consulting-dan danışaq. Hüquqda etibarın adı sayılan Unilegal Consulting lisenziyalar, icazələr, şirkət təsisi, mühasibatlıq, vergi məsləhəti, əmtəh nişanları, tender dəstə və s. hər birini A-dan Z-yə
toplu şəkildə sizə dəstək olur, hörmətli dostlar və hörmətli iş adamları. Məncə belə şirkətlərlə demirik gəlin xidmət alın, ən azı bir danışın, həm söhbət olun. Onsuz da nə vaxtsa olur ki, ən azı bir məsləhətə ehtiyacınız var. 070 216 91 91 onların əlaqə nömrəsidir. Həm də yerli istehsal idman formalarından sizə bəhs edəcək. Sportdan danışırıq, bütün növ idman geyimləri və korporativ idman geyimləri. Həmçinin Azərbaycan və dünya iş adamları ilə və idmançılarla xüsusi əməkdaşlıq edib də maraqlı layihələrə imza atan bir Azərbaycanlı şirkət. Fəxr edirik onlarla. Söhbət Cəvo Sportdan gedir. 055 450 20 37 onların əlaqə nömrəsidir. Təşəkkür edirik. Dostlarımıza uğurlar arzu edirik. Hörmətli dostlar, Sennadan danışaq. Lift deyəndə, eskalator, travelator deyəndə ilk ağla gələn isimlərdən biri məhz Senna şirkətidir. Dünya markalarını Azərbaycanda rəsmi nümayəndəsi olaraq çox böyük layihələr imza atıblar. Adlarını çəkə bilməyəcəm efirdir deyə, amma çox böyük dünyaca tanınmış otellər olsun, biznes mərkəzləri, villalar, klinikalar, MTK-lar məhz Senna şirkətinin fəaliyyətindən yararlanıb və yaxud sizin liftiniz varsa problem deyil. Texniki baxışla dəstək ala bilərsiniz Sennadan. 050 444 70 70 əlaqə nömrəsi, təşəkkür edirik onlara. İşin adamı efirdədir. Sözün həqiqi mənasında işinin adamıdır. Qonağımız, qonaq demək istəmirəm. Baş tacı gəlib, əziz gəlib, doğma gəlib, dəyərli insan gəlib. Sevda xanım bizlə birlikdədir. Mən efirin ilk saatında bildirdim. Sevda xanım çox hər zaman qrafiki belə deyək, bəzi görüşlər dəqiqə bə dəqiqə onun üçün saniyə də vacibdir, amma sağ olsun verilişimizi gəldi, bizi, komandanı şərəfləndirdi. Var ola Sevda xanım, həm Beynəlxalq Hospitalının direktoru Sevda Əlizadə, dəyərli idarəçimiz. Sevda xanım, ümid edirəm ki, əhvalınız da yaxşıdır. Əhvalım çox yaxşıdır. Sadəcə məlumat üçün bildirmək istəyirəm ki, cəmiyyətin harda maarifləndirmə, əmək vermə cəmiyyətin inkişafı üçün varsa, inanın səmiyyətimə mən orada varam. Ona görə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası bilirsiniz, dəyərli Tural müəllimi rəhbərliyinə. Orada tibb müəssisələri və həkimlərlə iş komissiyasının rəhbəriyəm. Eyni zamanda icmanın idarə heyətinin üzvüyəm. Azərbaycan Qadın Sahibkarları İnkişaf Assosiasiyasının idarə heyətinin üzvüyəm. Eyni zamanda orada da müavinəm. Siz bir-birinizə Sevda xanım nə qədər sosial layihələrdə Bəli. İştirak edir, maddi mənəvi dəstək olur ha. Və desəm ki, bu pul artıq puldur, yəni o da deyil ha. Yəni və siz bilsəz nə qədər o Məlhəm Beynəlxalq Hospitalının bir xərci var aylıq. Yəni məsələn, çox böyük tək çətin işdir. maddiyyatda deyil, mənəviyyatdadır. Maariflənmə, insanların yanında olma, məsələn, aksiyada qadınların yanında olma, qadınların maarifləndirilməsi çox önəmlidir. Hər birimiz ölkəmiz, dövlətimiz üçün əlimizi bir balaca daşın altına qoysaq, mənə elə gəlir ki, çox gözəl olar. Hər bir inkişafı biz deyirik, falan şey belədir, bu çətindir, bu yoxdur. Gəlin, biz ölkəmiz, dövlətimiz üçün nə edirik? Özümüzə bir sual verək. Və yaxud da əlimizdən gələn hər şey mi elədik? Oyda, nə qəşəng dediniz. Əlimizdən gələn neçə faizini elədik? Hər şey mi etdik? Bəli. Yəni gücümüz qədərində. Bəli. Demirik gücümüz artıq, elə gücümüz Bəli, qədərində. gücümüzün neçə faizini də elədik? Bu çox önəmlidir. Sevda xanım, sizin həmişə bir karyera yolunuz olub, pillələr olub və bu pillələrdə bir Azərbaycan xanımının uğur hekayəsini yazmaqda nə qədər görmüşük Azərbaycanda çox istedadlı, savadlı, bacarıqlı, dünya görmüş xanımlar məhz ailə üzvünün dəstəyinin olmaması nəticəsində dünyaya bir dəfə gəldiyi ömürdə həmin o yolu yalnız 4 divar arası keçiriblər. Məncə sizin doğmalarınıza böyük bir alqış düşür. Bəli, əlbəttə. Vallahi. Həqiqətən. Çox böyük dəstək, mənəvi dəstək, güvən. Bəlkə də mənim başarımın %90 elə bu güvəndir. Mənə güvənən insan. Mən biraz belə o subardan çalışmamağa görə belə deyim də
Ad demirəm, amma həqiqətən müəllimə və müəllimin simasına bütün ailə üzvlərinə doğrudan böyük təşəkkür və o yaxşılıq yalnız amma sizə olunan yaxşılıq deyil, çünki bu yaxşılıq cəmiyyətə olan yaxşılıqdır. Bir dəfə dünya bir Sevda xanım gəlir. Sevda xanım Azərbaycan tibbinin keşiyində dayanan bir insandır. İndi düşünün ki, sizin o doğru qərarla, bu daşı bu daşa qoymaqla, bu həkimi bura dəvət edib, bunu uzaqlaşdır, onu gətir, bunu yerini dəyiş. Və yaxud mən hətta biləm hansı mərtəbədə hansı kompüter var, o harda işləyir, harda işləmir və nə qədər insanın həyatını xilas edir, nə qədər insana düzgün yol açıb. Ona görə də çox Kamran bəy, bilirsiniz necədir? Mən elə efir vasitəsilə fürsət düşmüşkən nə ifadə eləmək istəyirəm. Deyəcəksiniz ki, haşiyə çıxdıq. Amma son zaman bilirsiniz, boşanmalarımız çoxdur. Çox. Bəli, həddindən çoxdur və mən qız övladı olan valideynlərin boşanmasının tərəfdarı deyiləm. Çünki bir qız övladının həyatında ata faktoru çox önəmli yer tutur. Siz əbəs yerə bunu deməzsiniz. Mənim arxamda mənə inanan, məni güvənən, uşaqlıqdan məni buna yetişdirən bir ata olub. Vətəni, torpağı sevmək, xalq üçün çalışmaq, karyera, uğur. Mən ilk özümdə bu güvənə görə, mənə verdiyi təhsilə və tərbiyə görə, mənə yol cızdığına görə bugün həyatda olmasa da atama çox minnətdaram. Bütün uğurlarımı ona ithaf edirəm hər zaman. Arxamda duran ailə başçımız var, mənə güvəni sonsuzdur. Onunla bir güvən var, yola gedirəm. Amma ilk təməli ailədən, atamdan gəlir. O təməl sütun çox vacibdir. Təməl çox vacibdir. Kaş boşanmaların sayı azalıb. Bir də bir statistikaya baxıb bir nəfər bir söz söylədi keçənlərdə. Deyir ki, bilirsən hansı ailələr daha rahat boşanır? O ailə ki, onun ata və anası boşanmış olurlar. Onlar üçün ailə dəyəri yoxdur. Bunu da təbii istisna hallar çoxdur. Yəni biz heç kimin təbii olaraq da hər həyat özünə görə çətindir. Amma kaş olmaya və dünya da təcrübə bu mediasiya xidmətini elə belə qoymayıblar da əslində. Bəli. Yəni bu dünyanın təcrübəsidir. Bu yalnız Azərbaycanda deyil, bu dünyada var və sən demə bunun bir mediasiya tərəfi var. Sağlam cəmiyyətimiz olmaq üçün ilk növbədə sağlam ailələrimiz olmalıdır. Zehni huzur nə gözəl şeydir Sevda xanım. Nə gözəl şeydir. Mən hər efirin sonunda bunu deyirəm. Deyirəm, hər kəsə zehni huzur arzu edirəm. Mən həyatımda keçdiyim son 10 ilin çətinliklərində mənə zehni huzurun olduğunu başa saldı və həyatımın son 3 ilində deyirlər, Allah can sağlığı versin. Sənə can sağlığı, uzun ömür arzu edirəm. Səhhətimlə bağlı problemdə də onu başa düşdüm. Ya bu nəymiş ya? Bu nə gözəl sözdürmüş. İndi biz sizinlə başlayaq. Deyirlər ki, sən qocalığın cavanlığında yaşayırsan. Qoymayın da qocalığım olar mən. Gələcəm sizin klinikaya, qoymayın da qocalığım. Belə əziz dostlar, şifahi reklamları bir də mən səsləndirmə icazənizlə. Valla belə səmimi söhbət çox az halda baş tutur. Mən hətta bunu bizim komanda reaksiyasından da bilirəm. Onların o reaksiyasını biləm ki, həqiqətən də söhbət maraqlı və uğurlu alınır. Hörmətli dostlar, efirimizə dəstək olan sponsorlardan danışaq. Sponsor məlumatı. Estet İnjinerikdən danışam. 1997-ci ildən bəri enerji həllərində etibarlığın sinonimi olan Estet İnjinerik yüksək texnologiyalı avadanlıqların satışı, servisi layihələndirilməsindən tutmuş açar təslimə qədər tam peşəkar xidmət sizə təqdim edir. Müasir məkanlar detallarla formalaşır. Razıyıq. Bu detalların ən vacibi isə döşəmədir desək, məncə razılaşarsınız. Linoflex interyer dizaynında çağdaş həllərə imza atan, məkanın bütün ölçülərini tamamlayan innovativ döşəmə texnologiyalarının ünvanıdır. Carpet tile daxili və açıq raised floor sistemləri, dekorativ skrit tətbiqləri, self leveling və PVC döşəmə materialları ilə Linoflex tikinti sektoruna funksional, estetik və uzun ömürlü həllər təqdim edir. Hər məkan üçün ən uyğun memarlıq baxımından düzgün və rahat
döşəmə sistemləri yaradır. Müştəri məmnuniyyəti əsas prinsipi olan Estet Engineering rəsmi nümayəndəsi olduğu Linoflex brendinin keyfiyyətinə hər addımda diqqət edir. 012 497 17 16 və 051 205 45 45 əlaqə nömrəsidir. Çekal şirkətindən danışaq. Biznesimizin ehtiyacı olan yüksək keyfiyyətli çek barkod əllərini təqdim edən Çekas peşəkar xidmət olaraq müasir texnologiya və sürətli çatdırılma ilə işinizi asanlaşdırır. 055 702 12 32 Çekasa təşəkkür edirik. Əziz dostlar. Və Enerji N-dən danışaq. 2011-ci ildən qaz və su avadanlıqlarının etibarlı həllərini sizə təqdim edən Enerji N sayğaclar, alarm sistemləri, modul stansiyalar və daha çoxunu təqdim edir. 012 570 00 94. Təşəkkürlər. Hörmətli dostlar, efirimiz davam edir. Dəyərli Məlhəm Beynəlxalq Hospitalının rəhbəri Sevda xanım Əlizadə bizlə birlikdədir. Sevda xanım, çox maraqlı keçir sizlə bizim söhbətimiz və mən sizlə efirdə həm söhbət olanda bunu iki mənalı qarşılayıram. Müsbət istiqamətdə biri həm efir üçün, həm də ki onsuz da mənim efirdə sizinlə danışdığım mövzular, elə həyatda da bunlar danışacaqdım. Təbii ki, dəyərli bacımızla oturub söhbət eləyirik. Sevda xanım, deməli bu il 2026-cı ildə nə gözəl, 26-dan gözləntilərimiz var, amma bir də əslində olan var, xəstəliklər, soyuq aylardır, məşhur uşaqların populyar bir dəqiqə xəstəliyi var. Nəyə diqqət eləyəsən o zamanlar? Bax, nə tövsiyə edirsən? Bilmirəm mən sualı necə düzgün ünvanlayım ki, sizdən o lazım informasiyaları ala bilək. Amma siz özünüz çox yaxşı bilirsiniz. Hər ay, hər il, hər mövsümdə hansı zəruri məlumat var ki, bunu bölüşəsiz cəmiyyətlə və fayda toxundurasınız. Olarsa o silahı alın əlinizə, özünüz düzgün istiqaməti bizə yönləndirin. İlk öncə onu deyim ki, nədənsə bizim dinləyicilərimiz, ətrafımızdakı insanlar peyvəndə qarşıdırlar. Deyəcəksiniz nə əlaqə? Birbaşa əlaqə. Bəli, indi çox qızdırma, hərarət, uşaq peyvəndi. halsızlıqla bağlı çox şikayətlər var. Hətta böyüklər belə işçilər 3 gün, 5 gün qızdıranlarımız var. 39-40 qızdırma ilə yatanlar var. Yəni bu tək uşaqlara aid deyil. Böyüklərə də aiddir. Çox xəstə sayı çoxdur hal-hazırda. Deyəcəksiniz ki, niyə? Çünki havalar o qədər də qışlı, boranlı, qarlı keçmir. Bu da var. Yəni çox belə qarlı, soyuq qışımız keçmir. Hava özünü olduğu yəni kimi burada aparmır. günahkar hava deyil. Günahkar biz insanlarıq. Çünki viruslar artır. İqlimi dəyişdik də. Bəli. Ki kimi iqlim dəyişikliyi deyə korladıq gül kimi iqlimiyə. Oktyabr-noyabr ayında bir qrip peyvəndi eləyəcək. Həm özümüzə, həm uşaqlara. Böyüklərin peyvəndi olur. Əlbəttə, uşaqların da var, böyüklərin də var. Utandım Bir öz qrip yerimə. peyvəndi eləsək, həm uşaqlarımız, nə özümüz Xəstələnmir ya. xəstələnmirik. Xəstələnsək belə onu çox yüngül şəkildə ayaq üstündə keçirdirik. Nə işə gəlib kimisə yoluxdurmuruq, nə işimizdən qalmırıq, nə uşaqlarımız o əziyyəti çəkmirlər. Bunun mövsümü var. Məsələn, soyuqlardan bir də istinin də öz xəstəlikləri var. İstilər başlamamışdan əvvəl də bir dənə peyvənd lazımdır, yoxsa ildə bir dəfə bəsdir? Yox, oktyabr-noyabr aylarında 1 illikdir o peyvəndlər. Hə. Oktyabr ayında əsasən vurulur. İndi də vura bilərsiniz. İldən sonrakı vaxtda xəstələnməyəcəksiniz. Onda bu soyuq gələn kimi xaşa özünü verənlər var. Bəli. Sarımsağa, xaşaya onlara da ehtiyacı yoxdur da, yox. Onları birbaşa peyvənd eləmək lazımdır. Bu dərman bu deyil, xaşdır deyən. Onun dərmanı heç bir şey deyil. İnanın ki, onun dərmanı, bəli, immunitetimiz nə qədər güclü olarsa, nə qədər yaxşı yeyəriksə, vitaminli qidalar nə qədər yaxşı, meyvə, tərəvəz nə qədər yaxşı yeyəriksə, o qədər immunitetimiz güclü olar və biz xəstəliyi daha asan keçirdərik və yaxud da yoluxmarıq. Yoluxmama şansımız biraz azdır, amma yüngül keçirdərik. Amma peyvənddən qaçmayaq, əziz dinləyicilər. Bunlar mən dünyanın bilmirdim böyüklərin peyvəndi var. Bəli, qrip böyüklərin də var, uşaqların da var, peyvəndi var. Ümumiyyətlə digər bir peyvəndlərdə. İndi məsələn su çiçəyinin mövsümüdür. Bütün uşaqlar bağçaya gedən kontakt, məktəbə gedən uşaqlar su çiçəyi yaz payız aylarında, qış aylarında çox olur. Uşaqlar çox yüngül keçirdir. Mən çox qorxuram su çiçəyindən uşağın uşaq infeksion xəstəliklərinin böyük adamlar keçirdəndə reanimasiyalıq belə olurlar. İndi
bilmirlər neynəsinlər. Əziz dinləyicilərimiz, əgər siz qızılca, su çiçəyi, məxmərək keçirməmisinizsə, övladınızdan yoluxma şansınız %99-dur. Bunun üçün peyvənd oluna bilərsiniz ki, uşağınız əgər bu xəstəlikdən, bəli, tutanda siz yoluxmayasınız. Oyda görürsüz. Heç belə bilmirdim. Başqa belə nə maraqlı belə məlumatınız var? Neyniyək? Hadi çox uzaq ya bu tipdən. Bəli, maarifləndirməmiz Bu qədər biraz doğrudan daha şərait güclü var. olmalıdır. Hayda. Əziz xanımlarımıza üzümüzü tutaq. Statistikaya görə acınacaqlı statistikadır. 10 ildən sonra Azərbaycan dünyada hər 8 qadından birini süd vəzi xərçəngi olma riski var. Acınacaqlı statistika. Neyniyək? İldə bir dəfə 40 yaşın üstündə mammografiya olaq. Hansı ki ailədə süd vəzi xərçəngi olanlarımız var, onlar 40 yaşı belə gözləməməlidirlər. 40 yaşın altındakı neynəsin? Heç olmasa ildə bir dəfə UZI müayinəsindən keçsin, ultrasəs müayinəsindən keçsin. Və yaxud da qadınlarda HPV virusuna qarşı vaksin var, yenə peyvəndləməyə gəlirik. Uşaqlıq boynu xərçəngindən qoruyur. Mütləq şəkildə deyəcəksiniz ki, ailə qurmamış xanımlar, %100 qarşı sizin uşaqlıq boynu xərçəngindən qoruyan bir peyvənd var, HPV peyvəndi. Bunu niyə eləməyək? Varmı sizdə belə bir şöbə və yaxud belə bir şəxs? Məlhəmin Məsələn, bax bu sizin fərqliliyi dediklərinizi məsələn, hardan bəli. gəlib əldə edə bilərik? Məlhəmin fərqliliyi ondadır. Mən sizə ilk başda danışanda dedim ki, biz hər kəsin gördüyü işləri yox, fərqli bir işlər görürük. Bəli, Düzdür. Məlhəmdə peyvənd mərkəzi var. Orada bütün peyvəndlər həm uşağa aid, həm böyüklərə aid. Bütün peyvəndlər var. 7-24 müraciət eləyib, baxın 7-24 müraciət eləyib. 24. Bu peyvəndlərdən, peyvəndləmədən istifadə edə bilərsiniz. Məlhəmdə son model dünya standartlarına uyğun süni intellektli yeni mammografiya cihazı var. Maraqlı. Və yaxşı, bu Bundan uşaqları istifadə dediniz, edək. xanımları dediniz, və bir kişilərə də bir deyin də, bax kişilər özünü nədə ən çox qorusun? Kişilər check-up'a gəlsinlər, check-up olunsunlar. Nəyin check-up'ın olsunlar? Kardioloji. Son zamanlar Azərbaycan kişisinin ürəyi, Azərbaycanda qaraciyəri. kişisinin ən çox ürəyi, çox 40 yaşlarında, 40-50 yaşlarında bu dəqiqə infarktdan və sairdən anidən həyatını itirən Çox adam çox var. xəstələrimiz var kişilər arasında. Özünü əvvəldən bildirmir ha bu. Təbii ki, bildirir. Amma yenə də biz ona əhəmiyyətsiz yanaşırıq. Heç əhəmiyyət vermirik. Çox ciddi. Bir də bizim xalqımızın üstün cəhəti nədir? İcbari sığortamız var. Hər bir özəl xəstəxanada siz icbari sığorta xətti ilə ürək angiografiyası ola bilərsiniz. Yəni ürəyin damarlarını yoxlaya bilərsiniz. Orada hər hansı bir daralma varsa, ora stent tətbiq olunacaq və sizi bu infarktdan qoruyacaq. Əslində çox sadədir. Siz heç bir maddi tələbiniz də olmayacaq. Məsələn, maddi bir bəhanəmiz də olmayacaq. Biz başa düşdüm ki, necə ki xalqın həyatı 90% aiddir. Bizi maraqlandırır xarakterik etibarilə. Elə də ki, xalqın canı bizə daha çox maraqlıdır. Ona buna qəşəng məsləhət veririk. Heç belə birinci siyahıda mənim öz canımıza gələndə. Bəli. Kişilər üçün daha nəyimiz var? Ən çox yuxuda xoruldayanlarımız kişilər olur. Yuxu apnesi deyirik. Bəzən belə bir hal olur. Kişi, qadın, amma kişilərdə daha çoxdur. Yuxuda deyirlər, elə bil nəfəsim kəsildi. Bunun üçün biz yuxu laboratoriyası qurduq avqust ayında. Ayda, nə ola mənə gəlim də orada. Həkimimiz 2 saatdan bir yuxudan Türkiyədə dururam. təhsil alıb gəlmiş həkimdir. Texnikimizi 3 aylıq göndərdik. Türkiyədə Çapada mütəxəssisləşdi, gəldi. Bir gecə yatırsınız xəstəxanada, çox gözəl bir otaqda. Orada ev abu-havası var. Səhər sizin diaqnozunuzu qoyuruq. Yatmama Sadəcə işin gücün odur səbəbiniz gəl yat ha. gəl yat. Yatmama səbəbiniz nədir? Nə Köklükdür, maraqlıdır. nevrolojidir, ürəkdir.
Səlixan var olasınız. Necə gəldi, zaman keçdi, heç bilmədik. Hər mövzudan danışdıq. Əməli belə birinci gündür. Dəyərli Sevda xanım, siz həqiqətən də dəyərsiniz. Çox sağ olun, təşəkkür. Azərbaycan tibbinə, Azərbaycan xanım sahibkarlarının ən nümunəvi simalarındansınız və hətta Azərbaycan kişi sahibkarları da çətinə düşəndə ən az ürəyində desin ki, ay yox Sevda xanım kimi mən də durum işləyim. Var olun. Bir dənə siz çox sağ olun ki, gəldiniz, həqiqətən var olasınız. Hər zaman bilirsiniz ki, siz mənim üçün çox dəyərli insansınız, çox dəyərli dostsunuz. Nə olursa olsun, deyirlər, əlim yanğında da olsa, çağırsanız mütləq şəkildə hər zaman gəlirəm və sizlə həqiqətən efirdə söhbət eləmək, kimlərəsə bir balaca dərdinə əlac olmaq, bəlkə maarifləndirmək mənim üçün də çox fəxr və qürurdur. Dəvətinizə görə mən təşəkkür eləyirəm. Sonda dinləyicilərimizə demək istəyirəm ki, mən ixtisasca həkiməm. Həyata gəlsəydim yenə həkim olardım. Doğrudan. Bəli, yenə xalqımın, millətimin sağlığı, sağlamlığı üçün çalışardım. Bu gün Məlhəm klinikasında yeni doğulmuş uşaq və böyük adına görə bilməyəcəyimiz heç bir tibbi xidmət, heç bir əməliyyat yoxdur. Əgər sizin və yaxınlarınızın hər hansı bir şikayəti olarsa, sizin klinikanıza, ailənizin klinikasına, Məlhəm Hospitala müraciət edə bilərsiniz. 7/24 həm yeni doğulmuş, həm uşaq, həm böyük üçün 803 nömrəsini yığmaqla Məlhəm komandası lazım olsa sizə gələr, evinizə gələr. Biz hər zaman xalqımızın qulluğundayıq. Bir daha dəvətiniz üçün mənə efirdən bu şansı verdiyiniz üçün sizə çox dərin təşəkkürümü bildirirəm. Var olasınız Sevda xanım, çox sağ olun. Əziz dostlar, hər efirdə olduğu kimi bu gün də bir arzum var, zehni huzur hər kəsə biz arzu edirik. Sabah qismət olsun, yenə də mən Kamran Yaradan Quliyevin təqdimatında eşidiləcək işin adamı ilə birlikdə. Allah əmanət. İşinin adamı bitti. Dalga FM. Dalga FM. Dalganı tut. Dalganı tut. Fərqi hiss et.